Salam hörmətli izləyicilər, sizlə yenə Aqil Rəhimovdur. Sizi bir təhlükədən qorumaq istəyirəm. Deməli, iri qabaritli nəqliyyat vasitələrindən, avtobuslardan, tirlərdən özünüzü qoruyun. Ən təhlükəli vəziyyət isə onlar sağa dönərkən olur. Döngəyə yerləşmədiklərindən onlar sol zolaqdan sağa dönürlər. Hər bir iri qabaritli avtomobilin sağında ölü zona var. Onlar aşağını görmürlər. Və siz qəzaya düşə bilərsiniz döngələrdə. Fikir verin, ehtiyatsız sürücü deyə bilərdi ki, o öz zolağı ilə dönür, mən də öz zolağımdan girim də və bir daha təkrar edirəm və iri planda çəkəcəm. Fikir verin, soldan dönür və sağdan çıxır. Baxın, fikir verin, tutaq ki, siz girdiniz onun sağ bölünə, aşağıda sizi görmədi və fikir verin, baba, bu anda mütləq sizin maşından toqquşma ola bilər. Döngələrdə iri qabaritli avtomobillərin sağında, solunda olmayın, arasına girməyin, onlar sizi görmürlər. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.